Salam əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Bildiyiniz kimi biz Ədəbiyyat Dim Test Toplusu 2023-cü il kitabından testlərin izahına başlamışdıq və müəyyən hissəni izah elədikdən sonra, kanala yerləşdirdikdən sonra vaxt məhdudiyyəti olduğuna görə biz bunu davam eləyə bilmədik və bu gündən etibarən vaxt, zaman, fürsət verdikcə bu testlərin davamını etmək istəyirik və növbəti bəhsimiz, bugünkü bəhsimiz qədim dövr Azərbaycan ədəbiyyatıdır. Bura qədər testlərin izahını vermişdik. İndi isə qədim dövr Azərbaycan ədəbiyyatı, Kitabi Dədə Qorqud eposu bizim mövzumuzdur. İnşallah bunun izahını verməyə çalışacağıq. Amma bundan əvvəl ilk növbədə istəyirik ki, ümumiyyətlə qədim dövr Azərbaycan ədəbiyyatı haqqında qısa olaraq məlumat verək və mövzuları keçdikcə də hər mövzu haqqında geniş şəkildə izah verməyə çalışarıq testlər əsasında. Deməli, amma bundan da əvvəl yenə bir şey xatırlatmaq istəyirəm ki, gördüyünüz kimi kanalımız yeni fəaliyyət göstərir, abunəçilər azdır. Daha çox insanın faydalanması üçün və kanalımızın böyüməsi üçün bizə dəstək məqsədi ilə siz də kanala abunə olub, videoları bəyənib, paylaşa bilərsiniz, əgər faydalanacaqsınızsa. Deməli, qədim dövr Azərbaycan ədəbiyyatı ən qədim zamanlardan 13-cü əsrə qədər olan zamanı əhatə eləyir və bizim deməli, yazılı ədəbiyyatımızın tarixi də 13-cü əsrdən götürülür. Ona görə ki, 13-cü əsrə qədər olan bizim maddi abidələrimiz, əsərlərimiz müəyyən basqınlar, müharibələr, talanlar səbəbindən məhv edilmişdir. Ona görə də əsasən 13-cü əsrdən yazılı ədəbiyyatımız götürülür və o vaxta qədər olan ədəbiyyat, deməli, qədim dövr Azərbaycan ədəbiyyatı hesab olunur. Və qədim dövr Azərbaycan ədəbiyyatında əsasən, deməli, İslamın meydana gəldiyi dövrdən ta 12-ci əsrin əvvəlinə qədər, 11-ci əsrin ortaları, 12-ci əsrin deməli, əvvəllərinə qədər ərəb dilində yazılıb, yaradılıb və 12-ci əsrin, 11-ci əsrin əlbəttə ortasından da fars dilində, 11-ci əsrdən artıq fars dilində yazmaq ənənəsi başladı, amma əsasən 12-ci əsrin əvvəlindən isə ərəbcə yazıb yaratmaq meylləri zəiflədi və farsça yazıb yaratmaq meylləri gücləndi. Deməli, əsasən 11-ci əsrə qədər ərəbcə yazılıb, 11-ci əsrdən 12-ci əsrin əvvəlindən isə farsça yazılmağa başlanmışdı. Və bu dövrdə deməli, bir neçə əsas məsələ var ki, qədim dövr Azərbaycan ədəbiyyatında divan ədəbiyyatının əsası qoyulur. Qətran Təbrizi yaradıcılığında həmçinin ilk lüğət məsələsi ortaya çıxır. İlk lüğəti də Qətran Təbrizi yazır. Sonra Xəqani Şirvani Töhfətül İraqeyn əsəri ilə ilk poemanı yazıb. Azərbaycan ədəbiyyatında deməli, ilk poemanın müəllifi hesab olunur. Sonra farsça bədii nəsrin əsası qoyulur. Əfsələddin Xəqaninin məktublarının deməli, yazılması ilə, yaradılması ilə, Nizami Gəncəvi Xosrov şiirin əsəri ilə süjet xəttinə malik olan ilk əsər yazır. Ondan sonra Leyli və Məcnun poeması, deməli, bu qədim dövr Azərbaycan ədəbiyyatında öz əksini tapır. Əsas məsələ bunlardır. İndi növbəti mövzularda daha geniş ki, mövzumuz olacaq. Xəqani Şirvani, Nizami Gəncəvi. Onlar barəsində daha geniş bəhs eləyərik və bir neçə məsələ də qeyd eləyək. Deməli, qədim dövr Azərbaycan ədəbiyyatının, ümumiyyətlə Azərbaycan ədəbiyyatının qədimliyini sübut eləyən, əski xalqlar içərisində öz yerini göstərən bir neçə qaynaqlar var, mənbələr var. Bunlardan Çin qaynaqları misal vurmaq olar, Avestanı misal vurmaq olar, qədim türk eposları, qədim türk dastanları, Alper Tonqa, türklərin yaradılışı, Oğuz Xaqan, Ərgənəkon, Köç, bu kimi dastanları misal vurmaq olar. Orxon Yenisey abidələrin misal vurmaq olar. Bunlar hamısı deməli, Azərbaycan, ümumiyyətlə, ortaq türk abidələri, Orxon Yenisey abidələri ortaq türk abidələri hesab olunur və türklərin öz dili ilə yazılmış abidələrdir. Həmçinin Avesta və Herodotun tarix əsərində öz əksini tapmış əfsanələr
deməli, bunlar Azərbaycan ədəbiyyatının qədimliyinə bir nümunə kimi göstərilir. Və həmçinin Kitab-ı Dədə Qorqud eposu da deməli, Azərbaycan türklərinin qədim qəhrəmanlıq səlnaməsi adlanır, qədim qəhrəmanlıq dastanı adlanır ki, bu da bizim yazılı abidələrimizdən biridir. Ki, bugünkü bəhsimizdə əsasən elə deməli, Kitab-ı Dədə Qorqud üzərində olacaq və bu deməli, dastanın testlərini izah verməyə çalışacağıq və Kitab-ı Dədə Qorqud deməli, dastanının 2 dənə nüsxəsi var. Deməli, bir nüsxəsində 12 boy, bir müqəddimə 12 boydan ibarətdir. Başqa bir nüsxəsində isə bir müqəddimə 6 boydan ibarətdir. Deməli, burada deyiləcək əsas məsələlər bunlardan ibarət idi. İndi testlərin izahına başlayaq. Deməli, Kitab-ı Dədə Qorqud eposu. Qədim dövr Azərbaycan ədəbiyyatı, Kitab-ı Dədə Qorqud eposu. Sual 1. Bu sözlər Kitab-ı Dədə Qorqud eposundan hansı obraza aiddir? Qanı dediyim bəyərənlər, dünya mənim deyənlər, əcəl aldı, yer gizlədi, fani dünya kimə qaldı? Gəlimli, gedimli dünya, son ucu ölümlü dünya. Əlbəttə, bu Dədə Qorqud obrazına aiddir. Əsasən boyların axırında gəlir, soy soylayır, boy boylayır və bu kimi deməli sözləri orada istifadə eləyir. Və burada qanı dediyim bəyərənlər bir şey də qeyd eləyək ki, qanı hanı mənasındadır? Məsələn, qədim dövrlərdə h, q kimi, x kimi tələffüz olunur. Məsələn, qamusu, xamusu, hamısı əvəzliyib qamusu, xamusu şəklində Füzulinin də şeirlərində var. Deməli, bir də oldu Y variantı Dədə Qorquda aiddir. 2. Aşağıdakı nümunədə Kitab-ı Dədə Qorqudun hansı qəhrəmanından bəhs edilir? Tulu quşun balası, yazıqların ümidi, Amid soyunun aslanı, Qaracığın qaplanı, Qonur atın yiyəsi, Bayandır xanın kürəkəni, Qalın Oğuzun dayağı. Burada da cavab deməli Qaraca çoban Uruz, Salur Qazan. Salur Qazandan bəhs olunur. Bu sifətlər Salur Qazana aiddir. 3. Kitab-ı Dədə Qorqud eposu haqqındakı fikirlərdən biri səhvdir. Oğuz elinə Salur Qazan başçılıq edir. Deməli, səhv A variantı olacaq. Niyə? Çünki Oğuz elinə Salur Qazan yox. Deməli, Oğuz elinə Salur Qazan başçılıq edir. Bəli, səhv cavab deməli A variantı olacaq. Bayandur xan, Oğuz elinin başçısı Bayandur xandır. B variantı epos çox sonralar yazıya köçürülərək Kitab-ı Dədə Qorqud adlandırılmışdır. Bu düzgündür. Oğuz türklərinin ədəbi abidəsidir. Bəli, bu da düzgündür. Eposda igidlik, doğma elə, yurda, ata-anaya sevgi təbliğ olunur. Bəli, bu da düzgündür. Eposun yaradıcısı və ilk söyləyəni Ozanlar Ozanı Dədə Qorqud olmuşdur. Deməli, Y variantı elmi cəhətdən yanaşdıqda düzgün hesab etməyə bilərik. Çünki eposun yaradıcısı əsasən xalq tərəfindən bu epos yaradılmışdır. Amma ümumi xalq arasında elə bu cür, məsələn, orada diqqət eləsəz görərsiniz ki, deməli, boylarda axırda bu cür ifadə işlənir ki, Dədəm Qorqud gəldi, boy boyladı, soy soyladı. Yəni, bir insan özü yaradıbsa, özünə necə Dədəm Qorqud özünə bu cür xitab eləyir. Yəni, bu onun göstəricisidir ki, bu xalq tərəfindən yaradılıb, yəni elmi cəhətdən yanaşanda, amma ümumi cəhətdən də kitablarda da diqqət eləsəz, elə görərsiniz ki, eposun yaradıcısı Dədə Qorqud hesab olunur. Ona görə Y variantında düzgün götürürük. Daha sonra 4. Kitab-ı Dədə Qorqud eposunda Oğuz igidlərini birləşdirən əsas cəhət, burada da əlbəttə çox uzunçuluq eləmək lazım deyil, qəhrəmanlıq və vətənpərvərlikdir. Yəni, əsasən burada, çünki qəhrəmanlıq dastanıdır, əsasən döyüşlərdə elə bunun ətrafında cəryan edir. Kitab-ı Dədə Qorqud eposunda aparıcı mövzu yenə də qəhrəmanlıq və vətənpərvərlik mövzusudur. 6. Kitab-ı Dədə Qorqud eposunun qəhrəmanı Qazan bəyə aid
olmayan xüsusiyyəti müəyyən edin. Oğuz elinin başçısı kimi nüfuz sahibidir. Oğuz elinin bilicisi, üzr istəyirəm, Oğuz elinin bilicisi kimi demək bu yanlış olacaq. Niyə? Çünki Oğuz elinin bilicisi Qazan xan yox, Dədə Qorqud özü hesab olunurdu. Bəli. Deməli cavab elə olacaq A variantı. Sonra B variantı yağmalanmış var dövlətini yox, qoca anasını düşünərək düşməndən yalnız onu geri istəyir. Bəli, bu Qazan xanın evinin yağmalanması boyunda düşmənə ilk müraciət edir ki, hər şey sənin olsun, mənim anamı ver, çıxım gedim. Səxavətlidir, bəli, səxavətlidir. Hətta öz var dövlətini bir neçə ildən bir paylayır. Oğuz elinin sərkərdəsi bəylər bəyidir, el obasını dərin məhəbbətlə sevir, bu da məlum. 7. Nöqtələrin yerinə Kitab Dədə Qorqud eposunun hansı qəhrəmanının adı yazılmalıdır? Gəlib boy boyladı, soy soyladı, o bu Oğuznaməni qoşdu, düzdür. Kimdir? Bu da Dədə Qorquddur təbii ki. D variantı. 8. Kitab Dədə Qorqud eposunda eyni boyda anaya hörmət və ehtiramı təcəssüm etdirən surətlər, deməli, Kitab Dədə Qorqud eposunda eyni boyda anaya hörmət və ehtiramı təcəssüm etdirən, bəli. Deməli, biri anaya ehtiramı Qazan xan eləyir və bir də Uruz. Deməli, 1-4 harda bunlar anaya ehtiram eləyirlər. Deməli, Qazan xanın evinin yağmalanması boyda Qazan xan gəlir anasını istəyir. Orada anasına ehtiram eləyir. Uruz isə anasına deyir ki, anası ondan soruşur ki, mən neyniyim? Bunlar sənin ətindən mənə bişirəcəklər, əti mənə yedizdirəcəklər. Deyir ki, əgər ana haqqı, tanrı haqqı olmasaydı, səni mən öldürərdim. Bu cür ifadə işlədir orada. Yəni, anaya bir növ hörmətin olduğun neyniyir? Qabardır ki, ana haqqı tanrı haqqıdır. Yəni, burada hər ikisini də müşahidə edirik. 9. Deməli, Kitab-ı Dədə Qorqud eposu haqqındakı fikirlərdən biri səhvdir. Düşmən obrazları da yaradılmışdı. Bəli, düşmən obrazları da var. Eposu yaradan da, onun qəhrəmanları da Oğuz türklərdir. Bəli, Oğuz türkləri görürsünüz, burada deyir ki, eposu yaradan və onun qəhrəmanları kimdir? Oğuz türkləridir. Epos hər birinin ayrıca sujet xətti olan boylardan ibarətdir. Bəli, hamısının ayrı-ayrı sujet xətti var. Eposda qadına böyük ehtiram ifadə olunur. Bunu da görürük ana kimi, yoldaş kimi. Oğuz elinin başçısı olan Bayandır xan haqqında çoxlu əfsanə və rəvayətlər var. Bu yanlışdır. Çünki Bayandır xan demək olar ki, elə adı çəkilir. Yəni, dastanlarda yalnız adı çəkilir. Kitab-ı Dədə Qorqud eposundakı Qorqud ata obrazı ilə bağlı fikirlərdən biri səhvdir. Boylarda bir-birinə düşmən olmuş Oğuz igidlərinin qarşısına çıxır, onları barışdırmağa çalışır. Deməli, Oğuz elinin gələcəyindən xəbər verən bilicisi kimi təqdim edilir. Bəli, bunu silirik. Tarixi şəxsiyyət hesab olunur. Bəli, boyların sonunda gəlib boy boylayır, soy soylayır. Bu da məlum. Eposun yaradıcısı və ilk söyləyəni olmuşdur. Baxın, bu da bayaq dediyim kimi, yəni elmi cəhətdən yanaşanda burada fikir ayrılığı var ki, eposun yaradıcısı və ilk söyləyəndə Dədə Qorqud olmuşdur ya yox. Biraz mübahisəlidir, amma yəni bu kitablara əsasən və dimin nəzərinə əsasən də biz elə A variantını götürürük ki, orada həmçinin A2 dəqiqən səhvdir A variantı. Çünki Dədə Qorqud bir-birinə düşmən olmuş Oğuz igidlərinin qarşısına çıxıb onları barışdırmağa çalışmır. Yəni bunlar əsasən axırıncı boyda, 12-ci boyda İç Oğuzla Daş Oğuz, daha doğrusu Daş Oğuzun İç Oğuza dönük çıxması boyunda bunlar bir-biri ilə düşmən olurlar, qarşılaşırlar. Orada da Dədə Qorqud yenə sonda gəlir. Yəni Qazan xan dayısı Aruzu öldürür, qardaşı Qaragünə onun başını kəsir və s. Bu hadisələr olandan sonra gəlir Dədə Qorqud yenə də öz vəzifəsini icra eləməyə. Yəni biz bunu görmürük, müşahidə eləmirik. Ona görə cavab A variantıdır, yanlış cavab. 11. Kitab-ı Dədə Qorqud eposu ilə bağlı doğru fikirləri müəyyən edin. İlk dəfə şifahi şəkildə formalaşan bu dastan çox sonralar yazıya köçürülmüşdür. Bəli, bu doğrudur. Qazan bəy yurdunu düşməndən xilas etdikdən sonra Qaraca çobana çoxlu torpaq
və bəli verir. Bu yanlışdır. Əmraxur təyin edir onu. Eposda adları çəkilən hər bir Oğuz igidinə ayrıca boy həsr edilmişdir. Bu da yanlışdır. Hər birinə ayrıca boy həsr edilsə, onda boyların sayı bitməz. Sarır Qazanın evinin yağmalandığı boyda Qazan bəyin köməyinə gələn Oğuz igidlərinin içərisində Qanturalının adı çəkilir. Bu da müşahidə olunmur, orada baxa bilərsiniz. Qazan bəy 40 nəfər qulu və 40 nəfər kənizi oğlu Uruza görə azad edir. 2 boyda özdə azad edir. Növbəti testlərdə görəcəyik biz onu. Deməli 1-5 cavabımız olacaq C variantı. 11. Deməli 12-ci sual. Kitab-ı Dədə Qorqud eposu ilə bağlı doğru fikirləri müəyyən edin. Eposun nəzm hissəsi qoşma və gəraylıdan ibarətdir. Bu yanlışdır. Qoşma və gəraylını biz Koroğluda görə bilərik. Eposu yaradan da, onun qəhrəmanları da Oğuz türkləridir. Bəli, bu düzgündür. Oğuz eli qədimlərdən gələn müqəddəs ənənələr əsasında idarə edilir. Bu da düzgündür. Xüsusən İslami bəzi qayda qanunları orada görürük. Məsələn, döyüşlərdən əvvəl Peyğəmbərin adını çəkmək, Allahın adını çəkmək, müqəddəslərə hörmət, namaz qılmaq və s. kimi məsələlər öz əksini tapır. Məsələn, Qazan xan gəlib sual müraciət eləyəndə İmam Həsənin, İmam Hüseynin, Ayşənin orada adını çəkir və s. Oğuz elinin başçısı Bayandır xandır. 4. Oğuz elinin başçısı Bayandır xandır. Bəli, bu düzgündür. Eposu düzüb qoşan başqa ozanlar, ilk ifaçısı isə Dədə Qorquddur. Bu isə yanlışdır. 2, 3, 4 cavabımız C variantı. 13. Kitab-ı Dədə Qorqud eposu ilə bağlı səhv fikirləri müəyyən edin. Oğuz elinin başçısı Bayandır xandır. Bəli, bu düzgündür. Səhv istəyir bizdən, bunu siləcəyik. Ozanlar tərəfindən yazılı şəkildə yaradılmışdır. Deməli, yazılı şəkildə bu yanlış olacaq, çünki dediyi şifahi şəkildə yaranıb. Eposu düzüb qoşan başqa ozanlar, bu da yanlışdır, başqa ozanlar deyil. Oğuz eli qədimlərdən gələn müqəddəs ənənələr əsasında idarə edilir. Bu da düzgün oldu. Eposun nəzm hissəsi qoşma və gəraylıdan ibarət deyil. Deməli, 2, 3, 5 yanlış cavabdır. Cavab Y variantı. 14. Kitab-ı Dədə Qorqud eposunun hansı qəhrəmanı ilə bağlı uyğunsuzluq vardır? Beyrək dözümlü, iradəli, sədaqətli qəhrəman kimi diqqəti cəlb eləyir. Bəli. Qanturalı 3 qorxunc heyvanı qılıncdan keçirdir. Deməli, bəli, burada deməli, buğa, aslan, dəvə bunların üçü ilə mübarizə aparır və üçünə də qalib gəlir. Dirsəq xan xeyirxah və yumşaq təbiətli olması ilə seçilir. Buğac ailə münasibətinə böyük rəğbəti ilə fərqlənir. Cavabımız D variantı olacaq. Orada deməli, dastanı o boyu oxusuz görərsiniz ki, orada Buğacın bəli, qəhrəmanlığı, şücaəti, ondan sonra 40 namərdin onu öldürmək istəməsi, atası tərəfindən yaralanması və s. anasını onu xilas eləməsi, bu kimi məsələlər öz əksini tapıb, amma xüsusi bir orada ailəyə münasibət öz əksini tapmayıb. Qazan xan 7 başlı əjdahanı öldürür. Bəli, bu da Qazan xanın sifətlərindəndir. Demək, cavabımız D variantı. 15. Euler-Venn diaqramının kəsişməsinə yazıla bilməz. Süjetin final mərhələsində məclis qurulması və Dədə Qorqudun igidlərə xeyir-dua verməsi. Bəli. Deməli, süjetin final mərhələsində məclis qurulması və Dədə Qorqudun igidlərə xeyir-dua verməsi. Bu, hər ikisində var. Bunu silirik, bu yazıla bilər. Eyni obrazın əsir düşməsi. Eyni obrazın əsir düşməsi. Deməli, Qazan bəyin oğlu Uruzun dustaq olduğu bəydə Uruz əsir düşür. Deməli, Salur Qazanın evinin yağmalandığı boyda orada da Uruz əsir düşür. Bunu da silirik. Əsərin sonunda Oğuz igidlərinin qələbə çalması. Hər ikisində qələbə çalır. Düşmənlərin Oğuz elinə hücum edərək yurdu talan etməsi. Bu yalnız Salur Qazanın evinin yağmalandığı boydadır. D variantı. Yəni, bura gedə bilməz. Ona görə cavab D variantı. Oğuzların birlik və bərabərliyin təsvir edilməsi. Bəli, burada da hər ikisində yəni o təsvir olunur. 16. Kitab-ı Dədə Qorqud eposundan verilən boylara əsasən Kalesterin boş xanasını tamamlayan fikri müəyyən edin.
Deməli, birinci fikir, Oğuz elinin igidləri birləşərək düşməni məğlub edirlər. Basatın Təpəgözü öldürdüyü boyda xeyr, Təpəgözü kim məğlub eləyir? Təpəgözü Basat məğlub eləyir. Ona görə düşmən burada Təpəgözdür. Bunu silirik. Bu düzgün deyil. Valideyn övlad münasibətinə toxunulmuşdur. Sağır Qazanın evinin yağmalandığı boyda, Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boyda, Basatın Təpəgözü öldürdüyü boyda, bəli, valideyn və övlad münasibətinə toxunulub. Basatın Təpəgözü öldürdüyü boyda, məsələn, çox misal vurmaq olar, Aruzun övladlarla münasibəti, ondan sonra sonuncu dəfə Uruz ovdan qaydanda bir şəxsin orada sonuncu övladını Təpəgözə verəcəkdi, Uruz şikayət edir, Uruz onun övladını xilas edir və s. Digərlərində də məlumdur, əvvəlki yəni testlərdə də dedik. Ona görə üstündə çox dayanmayaq. 17. Kitab-ı Dədə Qorqud eposunda verilən boylara əsasən nöqtələrin yerinə uyğun fikri müəyyən edin. Deməli, Basatın Təpəgözü öldürdüyü boy, yenə Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy, Sağır Qazanın evinin yağmalandığı boy. Oğuz elinin igidləri darda olan Qazan bəyin köməyinə gəlirlər. Burada deməli, bu getməyəcək. Bütün hadisələr Oğuz elindən kənarda baş verir. Xeyr, bütün hadisələr Sağır Qazanın evinin yağmalandığı boy ilə Oğuz elində baş verir. Qazan bəy düşmənlə valideynin övladı üçün keçirdiyi narahatlıq öz əksini tapmışdı. Bəli, hər üçündə var. Yəni, valideyn övlad münasibəti. Ona görə burada da C variantı olacaq. Qazan bəy düşmənlə döyüşdə şücaət göstərərək qalib gəlir. Təpəgözə məğlub olur. Bunu yaza bilmərik. Oğuz igidi tək başına düşmən üzərinə gedir və qələbə çalır. Bu da təkcə orada düşmən üzərinə tək gedən deməli Basat olur. Sağır Qazan isə oğlu əsir olan zaman gedir, amma yoldaşı gəlib onu xilas edir də, yəni tək qələbə çalmır. Ona görə onu götürmürük. 18. Musa Şəhavat, İsmail ibn Yasar və Əbuləbbas Ələmanın yaradıcılığı üçün ortaq olmayan cəhət müəyyən edin. Burada birbaşa cavabı deyirəm və niyəsini izah edirəm. Deməli, ortaq olmayan cəhət nədir? Müharibələr mövzusunda yazılmış əsərlərində yenilik axtarışları, səmimilik, lirizm özünü aydın göstərir. Deməli, burada yanlış olan müharibələr sözüdür. Burada müharibələr yox, təbiət öz əksini tapmalı idi. Deməli, yəni əgər olsaydı ortaq olardı. Müharibələr mövzusunda yazılmış əsərləri yoxdur, yəni bunların ortaq olmayan cəhəti istəyir deyə, ona görə var əlbəttə müharibələr mövzusunda, yəni sadəcə müharibələr mövzusunda yazılmış əsərlərində yenilik axtarışı, səmimilik, lirizm özünü aydın göstərir. Yəni hamısında bu ortaq cəhət deyil. Yəni müharibələr sözü burada yanlışdır. 18, deməli 19-cu sual. Kitab-ı Dədə Qorqud eposuna aid doğru fikirləri müəyyən edin. Epos hər birinin ayrıca sujet xətti olan boylardan ibarətdir. Bəli, hər birinin ayrıca sujet xətti var. Bir düzdür, doğru olan fikirlər istəyir, biri götürürük. Epos Bayandur xanın dilindən söylənilir, bu yanlışdır. İki olanları məsələn silə bilərik. Bu da bilirsiniz, test işləməyin qaydalarından biridir, imtihanda kömək eləyə bilər. Oğuzlar İslam dinini qəbul edib kafirlərə qarşı mübarizə aparsalar da, İslama qədərki yaşayış ənənələrini hələ də qoruyub saxlayırlar. Bəli, bu da düzgündür. Məsələn, onların şərab içməsi. Görürsünüz, bəzi yerlərdə elə şərab isti vurdu başına. Bu məsələ var orada. Sonra kafir qızlarına məsələn yenə şərab məclisində iştirak eləməliyi, onlara şərab süzdürməliyi. Yəni bu İslam mədəniyyətinə uyğun olan məsələlər deyil. Deməli 1-3, elə bir olmayanı da silsək, cavab olacaq C variantı. Deməli 1-3, 5-ə də baxaq. Qazan bəy Oğuz igidlərinin müsbət xüsusiyyətlərinin daşıyıcısı kimi təqdim olunur. Bəli. 4-də nə idi? Eposun bizə gəlib çatan mətni göstərir ki, qədim türk şeirində qafiyələr çox zəngindir. Ritm yaradan da məhz budur. Eposun bizə gəlib çatan mətni göstərir ki, qədim türk şeirində qafiyələr çox zəngindir. Ritm yaradan da məhz budur. Bu, deməli, burada
qafiyələrə biz baxsaq, görürük ki, qafiyələr əslində çox sadə formalarda, şeirlər çox sərbəst formalarda əsasən verilib. Ona görə biz bunu yanlış kimi götürürük. Demək, cavab C variantı 1, 3, 5. 20. Avesta ilə bağlı doğru fikirləri müəyyən edin. İntibah dövrü Azərbaycan ədəbiyyatı nümunəsidir. Bu yanlışdır. Qədim dövr Azərbaycan ədəbiyyatı nümunəsi hesab eləyə bilərik. Müəllifi Zərdüşt peyğəmbərdir. Bəli. Atəşpərəstlik dininin əsaslarını təbliğ etmək məqsədi ilə qələmə alınmışdır. Deməli, bəli də atəşpərəstlərin kitabıdırsa, onu təbliğ eləmək üçün. Bunu da düz götürürük. Əhrimən qələbəsi ilə yekunlaşır. Xeyr, Əhrimənin yox, Hörmüzün qələbəsi ilə yekunlaşır. Deməli, bunlar daima mübarizədədirlər və sonda Hörmüzün qalib gələcəyi və ədalətli bir dənə dünya üzərində bir hakimiyyət quracağı ideyası orada əks olunur. Qatlarda ilk insanın yaranması bədii dillə əks etdirilir. Deməli, 1, daha doğrusu 2, 3, 5 cavabımız. 2, 3, 5. Avesta ilə bağlı doğru fikirləri müəyyən edin. Qurandan gətirilmiş ayələrə də yer verilir. Xeyr, Qurandan daha əvvəl olmuş bir kitabdır. Hörmüz işığın sağlamlığın deməli, Hörmüz işığın sağlamlığın, odun, həyatın yaradıcısıdır. Bəli, bu düzgündür. Bu əsərdə insanlar humanizmə, xeyirxah əməllərə çağırılır. Bu da düzgündür. Ədəbiyyatımızda ilk sujetli əsər deyil. Bizim ədəbiyyatımızda ilk sujetli əsər deməli, Nizami Gəncəvinin Xosrov və Şirin deməli, poeması hesab olunur. 22. Eyler-Venn diaqramına əsasən Kitab-ı Dədə Qorqud eposundakı boylarla bağlı uyğunluğu müəyyən edin. Deməli, biraz böyüdək. Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy, Salur Qazanın evinin yağmalandığı boy. Kafir ovda olan Qazan bəyin üzərinə hücum edir. Bu harda idi? Kafir ovda olan Qazan bəyin üzərinə hücum eləyir. Deməli, bu oldu Qazan bəyin oğlu Uruz bəyin dustağı olduğu boyda. Bəli, ovda olanda onun üzərinə hücum eləyir. Və oğlu Uruza tapşırır ki, sən burada qal. Daha sonra Uruz döyüşə atılır, əsir olur. A variantı. B. Valideyn övlad münasibətlərinə yer verilmişdir. Səsim biraz tutuldu. Deməli, B variantı hər ikisində ortaq cəhət hesab olunur. Burla Xatun düşmən tərəfindən əsir götürülür. Bu, Salur Qazanın evinin yağmalandığı boy. C variantı bura gedir. Dədə Qorqudun xeyir duası hər ikisində var. D variantı ortaqdır. Burla Xatun döyüş meydanına girir. Burada yoldaşını xilas eləmək üçün Y variantı Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boyda. Daha doğrusu yoldaşı tək gedir, Qazan bəy gedir. Bu da gəlir Qazan bəyi orada kömək edir, dəstək verir. Deməli, 1-də A-yı, 2-də C, 3-də B, D. Daha sonra 22, 23 və sonuncu testimiz. Eyler-Venn diaqramına əsasən Kitab-ı Dədə Qorqud eposundakı boylarla bağlı uyğunluğu müəyyən edin. Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy, Salur Qazanın evinin yağmalandığı boy. Əsərin ekspozisiyasında Salur Qazanın məclis qurması təsvir olunur. Bu, deməli, hər ikisində var. Yəni, başlanğıcda görürük ki, Salur Qazan məclis qurub. Qazan bəy oğlu Uruzu Burla Xatuna anasını əsirlikdən xilas eləyir. Deməli, bu Salur Qazanın evinin yağmalandığı boyda olur. Düşmən üzərinə gedən Qazan bəyin köməyinə ilk yetişən Burla Xatun olur. Oğlunun əsir düşdüyü boydadır. Qazan bəy Uruzun 300 igidlə evinin keşiyində durmasını əmr eləyir. Deməli, bu da Salur Qazanın evinin yağmalandığı boyda olur. Bəli, onu gəlib əsir götürürlər, anasını əsir götürürlər. Bu, burada olur elə. Salur Qazanın evinin yağmalandığı boyda. Daha sonra Qazan bəy 40 qulu, 40 kənizi oğlu Uruza görə azad edir. Bu da hər iki deməli boyda öz əksini tapmışdı. Sonda baxa bilərsiniz.
Bu qədər əziz izləyicilər. İnşallah əgər izləyirsinizsə, izlədiyiniz üçün təşəkkür edirəm. Nəsə səhvimiz olsa, xətamız olsa, mütləqdir ki, səhvlər, xətalar da qaçılmazdır. Bunları işlədikcə təkmilləşəcək, düzələcək inşallah. Yəni hər hansı bir xəta olsa, iradlarınız olsa, təklifiniz olsa, onları da çəkinmədən etik qaydalara riayət eləyərək bizə bildirə bilərsiniz və kanalımıza da abunə olub videoları bəyənməyi, əgər faydalı olarsa, inşallah unutmayın. Təşəkkürlər.